Hamıya salam. Bu mənim xalamdır Elnarə. Bugünkü vloqum onlara aid olacaq. Bugün güzgümüz də nəysə. Bugün onların doğum günüdür. Bir daha təbrik edirəm. O bir xalamı oyada bilmədiyimiz üçün ikimiz gedirik səhər yeməyi ilə başlayırıq günü. Davamı da gələcək. Çox uzağa getmədik, elə öz məhəlləmizə düşdük. Bura təzə açılıb. Təzə açılmayıb, əslində həmişə olub. Sadəcə yeni remontdan çıxıb. Bu arada çox qəşəng eləyiblər remontunu da. Mən bunların dadına baxmışam dünən. Çox qəşəngdir. Çıxdıq oradan, çünki istədiyimiz yemək yox idi. İndi gedirik, biraz o tərəfdə, o bir məhəllədə də var bir kafeşka. Gedək ora baxaq. Yəqin ki, orada oturacağıq. Gəldik belə bir kafeyə. Bura bunların bir növ mini mollarıdır bunların. Belə. Demək, 2 dənə belə tost zakaz verdik. Avokado, rukula, salmon. Xalam götürdü soya südü ilə kofe. Mən də təbii şirə. Mən hazır. Mən gedirəm, çünki sənət dalınca getməliyəm. Oradan sonra birləşəcəyik. Demək, belə bir İtalyan restoranıdır. Bu da bizimkilər. Başlanğıc olaraq belə zeytun gətirirlər. İçki olaraq xəmə zakaz verdim, pivə, biz isə təbriklər. Bu restoranda özümü İtaliyadakı kimi hiss eləyirəm. İtaliyada cəmi Romada oldum, o da 2 gün. İnarsız, məndə çox qəşəng duyğular buraxdı. Ümumiyyətlə, İtaliya sevgim mənim uşaqlıqdan gəlir. Çox sevirəm oranı. Və düşünürəm ki, İlham Əquliyeva demiş, bu il İtaliyada dincələcəm. Nəysə, düşünürəm gələcəkdə İtaliyada yaşayacağam. Çünki ruhum məni ora aparır da, yəni özümü ora aid hiss edirəm. Nəysə, bu məlumatı sizə vermək istədim. Dedim ki, az olmasın da. Video, biraz fikirlərimdən danışım sizə. Romada olmuşam, Amalfi tərəf, sonra o tərəflərə vəbşi çox getmək istəyirəm. İnşallah oradan vloqlar çəkim sizin üçün. Və bizim pizzamız gəldi. Badımcanlıdır bu. Bundan elə yemişdim Romada. Getdik də. Kes. Kesin Ay xanım, kesin. Bəh. Demuestra que lo está vendiendo, ¿sabes? Para que yo no me quede en la calle. Ay, bu çox nazikdir amma. Amma nəsə şirin sous var üstündə elə bil. Biraz o mənə çatmadı. Deməli, bu mənim sifarişimdir, pestolu. Bu da Obri xanımın. Bu bilmirəm nədir. Və xalam da belə bir şey götürüb. Quru düşbərə. Bir də Obri xalam da pesto, souslu. Bu da tortumuz. Tortumuz gəldi. Bəh. Xalam hazırlayıb. Bu xalam. Elnarə xalam. Ən sevdiyim. Arzunuzu tutun. Nəsə böyük şey istəyirlər. Aha. Davayçı. Üflüyün də. 2, 3. Təbriklər. Ay günüm. Bizim dildə oxuyun. El cumpleaños feliz, pero le hacen así en la tarta. Yox. Y la tarta era de 2 pisos. Bilirsiniz nə yadıma düşdü? Bir dənə video var. Tortu kəsirlər, içindən bütün kremi su kimi axır. Ümid edirəm biz o yaşamayacağıq. Yox, bizə gözəldir.
Gözəl. Və düşmüşük yağışa. Dəhşət yağış yağır. Gedirik evə. Yağış aydınlıqdır. Hava qəşəngdir, prosta ki yağış yağdı da, niçivo. Bunların ad günün adətidir, yağış.